O gecə heç kim qışqırmadı, heç kim qaçmadı, heç kim kömək istəmədi. Səhər isə bütün kənd ölmüşdü. Amma ən qorxulusu bu da değildi. Ən qorxulusu onların bədənində bir dənə də olsun yaranın olmamasıydı. Bəs onda onları kim öldürmüşdü? Sakit bir avqust gecəsidir. Kamerunun dağlıq kəndində insanlar gündəlik işlərini bitirib yuxuya gedirlər. Heç kim bilmirdi ki, bu onların son gecəsidir. Səhər açıldı, günəş doğdu. Amma küçələrdə həyat yox idi. Hər yer cəsədlərlə doluydu. Sanki zaman dayanmışdı və ölüm hər kəsi olduğu yerdə dondurmuşdu. O gecə heç kim qışqırmadı, heç kim qaçmadı, heç kim kömək istəmədi. Səhər isə bütün kənd ölmüşdü. Amma ən qorxulusu bu da değildi. Ən qorxulusu onların bədənində bir dənə də olsun yaranın olmamasıydı. Bəs onda onları kim öldürmüşdü? Sakit bir avqust gecəsidir. Kamerunun dağlıq kəndində insanlar gündəlik işlərini bitirib yuxuya gedirlər. Heç kim bilmirdi ki, bu onların son gecəsidir. Səhər açıldı, günəş doğdu. Amma küçələrdə həyat yox idi. Hər yer cəsədlərlə doluydu. Sanki zaman dayanmışdı və ölüm hər kəsi olduğu yerdə dondurmuşdu.